Salam, hər vaxtınız xeyir olsun dostlar. Futbolissimo YouTube kanalımızdan növbəti verilişimizə başlayırıq və bu videoda biz Qarabağ komandasının Çempionlar Liqasındakı möhtəşəm Eintracht Frankfurt zəfərindən bəhs edəcəyik. Təqdimata ehtiyacı olmayan Tərlan Şahinoğlu ilə birlikdə yenə sizin üçün bu mövzunu müzakirə etməyə çalışacaq, çox başınızı ağrıtmadan. Verilişimizin elə bax bu hissəsində artıq mövzumuza keçid ala bilərik. Xoş görük Tərlan, xoş gəlmişsən. Yerində sənin birlikdə olmaq çox gözəldir. Xoş gördük, hər vaxtınız xeyir olsun əziz futbol sevərlər. Bəli, hamımız çox sevincli. Dünən möhtəşəm bir oyunun şahidi olduq. Hətta oyundan bir gün öncə 20 yanvar idi, hüzün günü idi. Təbii ki, bizim üçün həm hüzünlü, həm də qürurlu bir gün idi. Ertəsi gün Qarabağın bax belə bir maçda geri dönüşlə qələbə qazanması hamımızı bir daha qürurlandırdı və bu isə o deməkdir ki, artıq Qarabağımızın 10 xalı var və play-off yolunda şanslarımız davam edir. Təbii ki, bu qazanılan 3 xalın çox ciddi dəyəri var. Oyunun startından etibarən sən də maçı stadiondan izləyirdin. Tamaşaçılar da, izləyicilərimizin də əksəriyyəti bu qarşılaşmanı stadiondan izləyirdi. Hava yaxşı ki, bir gün əvvəl deyildi. Daha soyuq, daha yaxşı olmayan hava həqiqətən də çox buzlayardıq. Oyun günü də soyuq idi. Amma daha sakit, daha quru soyuq idi. Ondan əvvəlki gün yağıntılı və hətta qar yağışı olan bir gün idi. Amma maçın startı bizim üçün yaxşı başlamışdı. Bu arada biletlərin də tam satılmaması səbəbi də ola bilsin. Hava əlaqədardır böyük ehtimalla. İnanmıram ki, azarkeşlər inamsız olsunlar. Məsələn, Qarabağ uduzar, Qarabağ istədiyi nəticəni əldə etməz deyə getməyək düşüncəsi inanmıram ki, azarkeşlərdə olsun. Ola bilsin, hava ilə əlaqədardır biletlərin tam satılmaması. Amma çox böyük, yəni boşluqlar görünmürdü. Mən izlədiyim məsələn görüntüdə. Bir də Eintracht klubunun azarkeşlərinə cəza var idi, amma yenə də var idilər. Yəni biz tərəfdən qarışmışlar, kifayət qədər fəal idilər, amma biz onları qələbə ilə sustura bildik. Oyun çox gözəl başladı. Yəni artıq Camilo Duran, bravo, əhsən, daha bir qolla komandamıza fayda verdi. Amma tezlik top buraxdıq. Can Uzunun sol ayağı ilə vurduğu topa. O qolun ümumiyyətlə vurulmasını təkrarına yəqin sən sonra baxdın, mən şərhdə idim. Yəni Pedro Bicalio topu ələ keçirəndən sonra sanki ləng davranıb, arxadan gələn rəqibi görmür. O ələ keçirən topu. Blok qoyan. Məsələn orada Bəhlul blok qoya bilərdi. Bəhlulun bəlkə də müdafiəçi kimi o epizodda səhvi var idi. Və Bəhlul dedikdə elə penalti epizodunda təəssüf ki, anti qəhrəmanlardan biri. Amma mən penalti epizodunda hələ də penalti məsələsi var. Penalti idi yoxsa yox. Mən bugünkü verilişdə onu xeyli müzakirə etdim həmkarım Fəridlə. Açığı Camilo Duran'ın epizodu ilə o epizod arasında həqiqətən, bax indi özümüz deyə demirəm. Camilo Duran topu ələ keçirib qapıcı ilə üzbəüz gedəndə müdafiəçi arxadan ona mane olur. Yəni topla əlaqəsi yoxdur. Amma o epizodda isə Eintracht Frankfurtlu futbolçu Medina əgər ona toxunsaydı penalti idi. Medina Christensen idi. Deyəsən Christensen idi. Hə, o epizodda Medina maksimum arxaya çəkilir ki, toxunmasın, çünki toxunsa penaltidir. Gəlir futbolçu toqquşur Bəhlulla. Bəhlulla çırpılır Bəhlulla. Nə rəqibə zərbə endirir, nə də topa müdaxilə. Yəni o epizodda Bəhlul da maksimum sanki topun meydandan çıxmasına şərait yaradırdı. Öz cüssəsi ilə rəqibin topa yələnmək imkanını elə bir vermədi. Yəni mən epizodun dəyərləndirməsini yenə deyirəm. O epizod elə tam tərəddüdsüz penalti təyin olması da. Bir də hakimin İsveçrəli olması, Alman klubu ilə qarşılaşmada. Yəni İsveçrələr biz bilirik həm İtalyanca danışır, həm fransız, həm də Alman dilində danışırlar. O da Almandır, yəni Sandro Scherer'dir. Almaniyanın düz qonşulmuş Şübelbach şəhərindən elə bir şeydir. Şübelbach. Amma dərhal bizim qol vurmağımız, ümumiyyətlə mən müdafiəçilərimizi qeyd etmək istəyərdim. Baxmayaraq ki, həmin oyunda 2 top buraxdıq, amma Mateo Silva, Elvin Cəfərquliyev, Kevin Medina, yəni yaxşı mənada, yəni vəhşi kimi idi, möhtəşəm oynadı. O topu götürüb getməyə var. Düzdür, qayıtmağa biraz gecə oldu. Yabı kimi irəlilədi, müdafiəni yara-yara. Amma oradan biz kontratakdan, əks hücumdan qol da yiyə bilərdik. Yaxşı tutardı. Yəni onu yaxşı sığorta etdilər. Bəli, müdafiəçilərimiz fantastik idilər. Bir Bəhlulla o səhvini demək olar ki, əgər o səhvdirsə, o səhvini də yudu, çünki Çempionlar Liqasında qol vuran ilk Azərbaycanlı futbolçudur. Azərbaycan pasportlu yox ha. İlk Azərbaycanlı futbolçudur. Tehran müəllim, xoş gəlmişsiniz. Dostlar biz... Amma dönərsiz gəlibsiniz. Dönər bizdən gələcəkdir. Tehi müəllimin yanında, dostlar, Xırdalanda Tehi müəllimin PlayStation-ı çox məşhurdur. Palma. Palma artıq Tehi PlayStation-dır buranın adı. Palma əvvəl idi.
Yəni burada çox rahat şəkildə istər kabinetlərdə, istərsə də ümumi zalda rahat şəkildə istədiyiniz oyunları oynaya bilərsiniz. Çaylar da ki gözəl. TM Əlinin çayları mükəmməl. Dönər də öz yerində. Konfet də var ha. Hə, dostlar, deməli Bəhlulun özünü qəhrəman etməyə bacarması var. O qolu vurmaqla Azərbaycan futbol məktəbinin yetirməsi olaraq qol vuran Çempionlar Liqasının ilk oyuncudur. Amma buna qədər Ramiz Mamedov qol vurub, o Azərbaycan futbolu yetirməsi deyil. Aleksandr Səmədov qol vurub, o Azərbaycan futbolu yetirməsi deyil. Hətta Azərbaycan pasportu zamanında xatırlayırsan, Narvik Sırxayev Çempionlar Liqasının zamanında qol vurub. Yəni onlar Azərbaycan futbolu yetirmələri deyil deyə bizim üçün əsl Azərbaycanlı bəli, Bəhlul Mustafazadə Qəbələ Akademiyası yetirməsi. Yəni və yeri gəlmişək getmək istəyir. Bəli. Qarabağ rəhbəri ilə danışıb Bəhlul Mustafazadə və karyerasını xaricdə davam etdirmək istəyir. Əgər belədirsə, doğrudan da bu təbii ki, itki olacaq Qarabağ üçün, amma inanmıram ki, Qurban Qurbanov onun mövqeyinə bir oyuncu tapmasın. Çünki daima kim gedibsə onun yeri doldurulub bəli. Bəhlula belə deyək də, Azərbaycandan kənarda davam etdirəcək karyerasında yalnız uğurlar hazır. Onun biz istəyirəm ki, Azərbaycanlı futbolçu bəli, keçsin oynasın, yaxşı müdafiəçi kimi xatırlayır. Amma harda maraqlı təkliflər var. Mən bu gün oxudum sportinfo.az-da onlar ekskluziv xəbər verirlər həmişə. Çindən təklifi var. 2 üstəgəl 1 illik. Amma digər gözümüzün qabağında olsun da. Yəni baxa biləcək. Həm də Çempionlar Liqasında qol vurarkən, bu qədər uğurlu çıxış edərkən Asiyaya yox, Avropaya getmək daha yaxşıdır. Yox, mən Çini dəstəklənmirəm aslında. Məncə izləyicilərimiz də Çində oynamasını dəstəkləyir. Çinə gedirsənsə qərarını dəyiş, üzü bu tərəfə. İstərsə ki, çempionat lazımdır. Əvvəllər heç olmasa Çin çempionatında bir maraq var. Bəhlulu hansı çempionata uyğun görürsən? Harda oynaya bilər? Yəni sırf böyük beşlik nəzərdə tutmuram da, yəni Avropada. Avropada yeri gəlmişkən əgər Bəhlul Asiya klubudur, Çin Asiya ölkəsidir və klub olaraq Asiya klubu bir dəfə Əl-Əyn alınmayan karyerası olub və ona görə Bəhlul hətta FIFA-dan xeyli transferə görə maddi köməkliyi də alıb. Nəsrə gedir. Amma Ərəbistan deyil deyilənə görə Çindən, amma indi yəqin ki, bu qədər yaxşı çıxış edən müdafiəçinin qol da vurması ona əlavə bir gözəllik qatır, yəni təkliflərini artırır. Yəni ola bilər ki, məsələn oynasın, deyək ki, Bundesliga-da bəlkə oynayarmı səncə? Və ya Freiburg kimi elə komandalar var ki, orada oynayar. İtaliya biraz, bəlkə İtaliyada oynayar. Eredivisiyada oynayar. Niderlandda oynayar. Twente, və Çempionlar Liqasının oynayan müdafiəçidir deyə. Bəlkə, bilmirəm, indi böyük beşli ölkələr təmsilçilərinin nə qədər diqqət. Türkiyə karyerası ola bilər, hərçən ki, mən dəstəkləyirəm. O birisi futbolçu işin maddi tərəfini düşünür. Ona biz təbii qarşılayırıq. Öz seçimidir, öz həyatıdır, öz karyerasıdır. Bizə yalnız uğur arzulamaq qalır. Biz istəyirik ki, görək də. Yəni oyunlarını izləyə bilərik. Mən çempionatına baxmıram. Sən baxırsan. Mən də baxmıram açıq. Deməli o deməkdir ki, biz Bəhlulu oynayarkən görməyəcəyik. Bu da onun milliyə dəvət almaq ehtimalı. Amma yox, indi məsələn Ramil Şeydayevdən savayı Koreyada yaxşı karyera keçirən futbolçumuz var. Jesse Lingard'ı çağırırlar İngiltərədə. Jesse Lingard yoxdur da. Jesse Lingard İngiltərə millisi hara? Anton Krivatsyuku demək istəyirəm ki, Koreya çempionatında oynayır və milliyə də çağırılır və çox da yaxşı formada oynayır. Bir sözlə biz Bəhlulun ən yaxşı hara gedəcəksə əgər, birincisi Qarabağın hələ ki macərası davam edirsə, bunu yaya qədər davam etdirmək lazımdır. Bizim fikrimizcə, zənnimizcə. Yaydan sonra da daha yaxşı, onun üçün daha xeyirli saraçı orada olsun. Amma Qarabağın zəfərində çox böyük pay sahibi olan MVP'si Camilo Duran seçildi. Camilo Duran oldu. Bəli, onu deyəcəm. Kolumbiyalı hücumçu Camilo Duran oldu. Səhv sırf hücumçu deyil o. Bir winger kimi gəlmişdi, sol winger kimi gəlmişdi, amma yəni hücumçu oynayır və çox xeyirlidir. Axır ki, o istədiyimiz vaxtda istədiyimiz dəyişiklikləri gördük Qurban Qurbanovla. Hər zaman formal belə dəyişikliklər idi. Hamı bilirdi ki, bax indi 60-cı dəqiqədə filan kəs çıxacaq. Bu dəfə belə olmadı. Sırf oyuna görə. Hətta 83 dəqiqə oynadılar. O da, Montiel də. Abday Gürcü çox yaxşı oynadı. Onun driblingləri, yəni gic eləmişdi rəqib oyunçuları öz hərəkətləri. Rasmussen qardaşını. Rasmussen qardaşı Hoylundu. Oskar Hoylundu. Oyuna yenicə daxil oldu hər ikisi. Amma Abday o qədər yaxşı fiziki göstərici, o qədər atletikliyi var ki. Yəni imkan vermirdi top hələ keçirsin rəqiblər ondan. Üstünlüyü buydu. Amma mən Elvin və Mateus məqamının üstə daha çox dayanmaq istəyirəm. Həqiqətən də düzdür, Elvinin o
Başı. Sənan Şəhrizadənin əlindən mikrofonu alır. İlk kəlmə. Birinci kəlmə deməyəməzdir. Birinci kəlmədən öncə mikrofonu əlindən aldı ki, biraz davam etsə bəlkə də meyxana Bəzən olur. İndi o da yoxdur, qurtarıb da dayda. Yəni qurtarmışam belə şeylərlə. Heç də sövmürəm, yəni heç bir şey. Qurtarıb belə bir şey. Həqiqətən çox fantastik Formada formada da mən maşallah. nəsə seçilib turnirdə. Bəli, bir dəfə olub. Azərbaycanlı ilk Azərbaycanlı futbolçu oldu. Hə, bir də yəni cinah müdafiəçilərimizin hər ikisi möhtəşəm idi. Həm Mateus sonuncu qolunu tutmasını etdi. Medina necə oynadı? Bir də Marko Yankoviç düzdür prime dövründə deyil, amma unutmayaq ki 2-2 olan o epizodda Elvin'in ara ötürməsini Yankoviç topu cüssəsi ilə qoruyur. O ara ötürməsini daha ağıllı oynadılar. O çox ağıllı oynadı. Siz topu müəyyən dəqiqələrdə Bir qədər rəqibə Bikalyo. verdilər, bəli. Bir qədər Bikalyo sanki belə deyək, ünvan sambildən geri qalırdı, amma o da sonuncu qolun vurulmasında Mateusa o ötürməni o eləmişdi. Yəni komanda ilə yaxşı oynadı. Andrade o da gözə dəymədi sanki. Leandro Hanım, məsələn hər dəfə əvəzlənməsini biz çox qınıyırdıq, amma bu dəfə sanki gördük ki 60 dəqiqədə ancaq o xeyir verə bilir komandaya. Bir epizodu var idi, birinci sənəd deyəsən, topu ələ keçirdi, irəlilədi, iti bucaqdan zərbə endirdi. Düz tirin üstündən keçən top var idi, yaxın məsafədə. O epizod var idi, amma belə Leandro əlbəttə ki, komandanın önəmli figurlarındandır. Bir sözlə komandada kimisə mənfi tərəfini qeyd eləməyin mənası yoxdur. Biz uduzanda deyirik onsuz da. Amma Eintracht'a qarşı 70 neçənci dəqiqədən sonra hesabda geri olan komandanın 90+4-də üstünlük əldə etməsi İki top buraxmışıq, düzdürmü? Biz müdafiəçiləri tərifləyirik. Bu bilirsiniz nə deməkdir? Yəni bu artıq o deməkdir ki, bütün komanda yaxşı oynayıb. Müdafiəçilər də daxil olma. Koxanski haqqında fikirlərin nədir? Yəni valla Koxanski çox iş görmədi. Canuzunun vurduğu qolda bəlkə də qaytarardı. Çox qüvvətli zərbə deyildi açığı. O epizodda Canuzunun qolunda sən necə indi orada həm Bikalyo, həm də üçüncə getdi amma. Həm Bikalyo, həm Bəhlulun səhvləri sanki daha çox diqqət cəlb edirdi deyə onları çox da belə deyək, çox da qınaya bilmirik biz Koxanskini. Koxanskinin səhvi o qədər də çox deyildi məncə. Amma ümumilikdə təbii ki, bu mövsümki performansına baxanda Mateusz Koxanskinin çıxışı çox yüksək səviyyədə qiymətləndirilməlidir. Deməli, dəyərli dostlar, Çempionlar Liqasında komandamızın cəmi bir oyunu qalır. O da hardadır? İnşallah ki, sonuncu oyun deyil. O heç ha, inşallah. O çox. Bu arada bir neçə Avropa nəşri və ümumiyyətlə belə deyək, inandığımız səhifələr ehtimalı 99% göstərir. Yəni bizi necə olmalıdır? Deyək ki, Liverpool Qarabağı 15-0 hesabla məğlub etməlidir. Deyək ki, Kopenhagen gedib Barselona səfərdə udmalıdır. Yəni bunlar o qədər inanılmaz bir ssenarilərdir ki, yəni belə ehtimal olarsa əgər deyək ki, Qarabağ 24-də gələn Marseille var, Ajax var deyəsən. Onların Marseille'in ehtimalı var, yəni gəlib 24-ə düşməyə. Amma biz axı Galatasaray təmin eləyir. Galatasaray da bizim kimidir. Onlar da 99.5-dilər, 9-lar belə. Onlar bizdən bir pillə irəlidədirlər. 17-ci, Qarabağ 18-cidir. Sadəcə averaja görə o qol nisbəti. Bir sözlə bizim play-offa çıxmaq ehtimalımız daha çoxdur, nəinki çıxa bilməmək. Eynən. Bu qələbə demək olar ki, mərhələni təmin etməyimizə gətirib çıxardı. Rəqib kim olacaq, necə olacaq bəlli deyil. Amma sonuncu bir maç var. Bu arada gəlin ki, Qarabağ bu turnirdə iştirak etməklə ümumən qazandığı qələbələrə görə, heççilərə görə 60 milyon 63 milyon manat, 31 milyon avrodan çox pul qazanıb artıq. Yəni özlərinə qismət, komandamızın halalıdır. Yəni səmərəli xərcləyirlər. Bəzən hətta biz qınayırıq ki, bu xərcləri biraz da artırmaq lazımdır. Müəllim bilir özü. Kaş yəni daha yaxşı transferlər falan, amma izimçi olsa pis olmaz. Bəhlul da gedəcəksə mərkəz müdafiəçisi lazımdır. İndi Qarabağ artıq play-offu təmin etdi deyə böyük ehtimalla transfer siyasətini buna görə quracaq. Montiel haqqında fikirlər nədir? Çox oynadı. 83 dəqiqə oynadı. Hətta mən startda oynayacağını gözləmirdim, amma yəni mənim fikrimcə, düzdür, Qurban müəllim demişkən, daha yaxşı ola bilər və çox yaxşı potensialı var. Amma yəni yarımdafiə xəttində sürətli keçidlərimi deyim, ötürmə cəhdləri, elə ötürmələr edirdik bəzən. Bir neçə oyunçunu oyundan kənarlaşdırırdı o ağıllı ötürmələri ilə. Həm Winger oynaya bilir cinahdan. İndi Kadi qaydandan sonra çox daha ciddi üstünlüyümüz yaranacaq məncə Qarabağ adına. Liverpool səfərinə toxunaq Tərlan, sən o oyunu oynayacağıq. Liverpooldan qələbə qazandı. Bəli. Marseille düzdür, yaxşı oynamışdı. Soboslay cərimə zərbəsindən gol vurdu.
Yəni Liverpool nə qədər də problemli komanda olsa da Anfieldda Və Çempionlar Liqasında başarısıdır. Çempionlar Liqasında Özəl Çempionlar Liqasında yəni itkisiz Premier Liqadakı vəziyyətlə hazırki vəziyyəti eyni deyil. Liverpool problemi də Slot, Salah problemi, Salah da qayıdacaq, amma inanmıram ki, qayıtsa belə oynasın. Mən istərdim ki, Salah Qarabağa qarşı oynasın. Amma oynamasa Florian Wirtz oynayacaq və oyunu da böyük ehtimalla o quracaq. Ekitike çox böyük təhlükədir. İshak Zədəlidir, mövsümü bağlamış kimidir. Cody Gakpo var, çəkib vuran oyunçudur. Yəni Liverpoolda kim zəifdir? Yəni Qarabağla müqayisədə əlbəttə özü evdədirlərsə, biraz Konate bizə kömək eləyə bilər. Amma yanında çox böyük sığorta var, güclü sığorta var. Virgil van Dijk. Yəni Liverpoolda da Anfieldda Liverpool'la oynamaq hansı vəziyyətdə olursa olsun asan deyil çatır. Amma oradan bir xal çıxartacaq ha. Tarixin nəticədir. Mükəmməl olar da yəni. Fantastik bir şey var. Orada 3 xal çıxarsaq, yəni konkret Biz xalqa bir xal da qənimətdir. 11 xal mən deyirəm, xal deyirəm. Oradan xal çıxarsaq, yəni fantastika. Çünki sonuncu komanda yəni istənilən bir səfər komandası deyil. Çempionlar Liqası, Liverpool səfəri, Anfield, yəni bu dəqiqə istənilən bir komandanın gəlib oradan heç ilə qayıtması Çempionlar Liqasında böyük nəticədir vallahi. Yəni ona görə komandamıza uğur arzulayırıq, amma bir tərəfdən Qarabağın üstünlüyü nədir? Artıq heç bir üzərində təzyiq yox. Biz məsələn həmişə İngiltərə klublarına qarşı düzmüşdük. Bu mövsüm o sindromu da qırdıq Chelsea-dən xal almaqla. Bəli. Bunun ilk dəfə Bundesliga təmsilçisini unutduq. Aha. Bu mənada İlklər mövsümüdür. həqiqətən. Elə Anfieldda da bir nəsə bir möcüzəyə ümid etmək olar. Olsa əla, möhtəşəm, yalnız sevinəcəyik və komandamız əlbəttə ki, keçid play-off oyununda nisbətən dişimizə uyğun, orada hamısı da güclüdür artıq əlbəttə. Yəni orada da bir ümidimiz olsun deyə yaxşı, daha xeyirlisi nəticə rəqiblər baxımından o olsun və Qarabağın biz bu möhtəşəm zəfər dolu yürüyüşünü izləyə bilək bundan sonraki mərhələdə. Kaş ayaqsı uduzmazdıq. Heç olmasa. Yəni o beynimdə qalır. Çox acınacaqlıdır. Mən heç cür qəbul edə bilmirəm. Çox yorulmuşdu komanda. Bu dincəlmək xeyli müsbət oldu bizim üçün. Həqiqətən Antalya toplanışı. Ayaqsla elə bir ki sosial şəbəkələrdə bir canlı yayımda da qeyd etdim. Elə bir ki rəqibin el arasında bir söz var, tırkasına getdi. Elə bir ki gəl müdafiəsiz futbol oynayaq. Qarabağda gəl oynayaq. Mətbuat azarkeş hamımız inandırdıq ki, yox, bunlar biz udacağıq. Yankovicin səhvləri ortada. Yəni o orta sahəsiz bir oyun izlədik, orta xəttsiz bir oyun izlədik. Ya bu qapının qabağında olurdu top, ya bu qapının qabağında. Nizamsız, intizamsız, amma bu dəfə görürük. Heç nə lazım deyil. O sıxalla gəldi. Sənə lazımdır. Sən playoff üçün oynayırsan, o elə belə oynayır. Məhdisini də göndərib gəlib, heç nə. İndi şans yaranıb, amma bilmirəm. O səfərdə utdular onlar. Utdular. İkinci oyundular Qarabağda, Villarreal da utdular. Villarreal ümumiyyətlə... Mən ondan da qorxdum. Elə Eintrachtda məhdisini göndərdi, Dino Topmölleri göndərdi. 19-21-in məşqləri ilə gəldilər. Dedim, orada da bir effekt olar, amma yaxşı. Konkret olaraq biz əgər Kohalskidən danışa bilmiriksə, deməli onların bizim üçün konkret təhlükə yaratdığı epizodlar yox idi. Bir-iki zərbə var idi üzərinə gedən. O da Doğanın sürətli reydlərinə görə idi. Retso Doğan, hansı ki Freiburgda da oynayarkən bizə qarşı oynayıb qol vurmuşdu. Həm də Eintracht qeyd ki 3-4 ildən belə bu turnirin qalibi olub. 2022-ci ildə. Avropa Liqasının. Bəli, Avropa Liqasının qalibi olub. Bu Çempionlar Liqasının yox, Avropa Liqasının qalibi. Tarixlərdə 2 dəfə Avropa Liqası qalib olublar. Birində bu yaxınlar 2022-ci ildə olublar, 3-4 il əvvəl. Məsələn bu klub yaxşı gəlir də əldə edə bilər transferlərdən, yetişdirib sata bilər və yaxud ucuza alıb bahaya sata bilər. Ugo Ekitike'ni qeyd etmək olar, Eintrachtdan çıxan futbolçudur. Omar Marmuşu qeyd etmək olar, Manchester City-yə getdi, çox baha qiyməti 70 milyona getmişdi. Jovic-i qeyd etmək olar, Kostić-i qeyd etmək olar. Kostić, yəni çox yaxşı tapıb yaxşı qiymətə sata bilən klublar bu işi bilirlər. Kolomani, Randal Kolomani. Onu ümumiyyətlə desəm pulsuz əldə edib 90 milyona yaxın ona transfer məbləği əldə etmiş oldular. Bir sözlə Assalamualaikum. Waalaikumsalam. Assalamualaikum. Waalaikumsalam. Eləmi? Eintrachtın transferi. Bax şimdi bağlı. Belə, yəni Eintrachtın ucuza alıb baha satmaq qabiliyyətindən bəhs etdik və artıq Eintracht geridə qaldı. Bizim üçün Çempionlar Liqası davam eləyir. Playoff'un bir addımlığındayıq. Bəli,
bizim bu verilişlərimiz də davam edəcək yəqin ki, çünki Çempionlar Liqası var, Qarabağ var. Biz də elə buna hesablanmış bir siyasət yürüdərək videolarımızı çəkəcəyik, siz də izləyəcəksiniz. Amma indilik sağollaşaq, çünki çox uzun olmasın, sizin də başınız ağrımasın. Amma bizi daha çox izləyin, like eləyin, paylaşın dostlarınızla. Baxın, bəlkə xoşunuza gələcək, rəy yazın. Tərlan müəllimdən videoları davam elətdirək. Çox sağ ol Tərlan fikirlərin üçün. Sən də sağ ol. Həmişə kimi yenə düşünürəm ki, maraqlı bir Video 15 dəqiqə mi deyim, 17 dəqiqə mi deyim. Hər halda çalışdıq bütün məsələlərə toxunmaq Qarabağla bağlı. Görüşərik dostlar. Növbəti videolarda görüşərik. Özünüzdən müğayət olun. Hələlik.